Yəni əslində siz deyirsiniz insanlar yəni pulu qazana bilməyən özünə səmimi o deyil onda. Bəli. Səmimi deyil ki, orada özünü şən göstərir, amma içindəki o göstərdiyinə belə inanmır. Bəli. Yəni biz əslində yalançı dalğada olduğunu göstərir. Rol oynayır. Belə deyək də, insanlar içində rol oynamaqdansa, əslində o rolu özün üçün oynasan, özünü sevsən, özünü dəyərləndirsən. Məsələn, gəlin deyək ki, sual verirəm belə, məsələn, kim axırıncı dəfə kiməsə qucaqlamaq əvəzinə özünü qucaqlayıb? Maraqlıdır. Çünki bizim özümüzün belə öz qucağımıza ehtiyacımız var da. Çünki adi deyək ki, belə məsələn özünü sığallayanda belə sanki o neqativ enerjini toz kimi öz üzərindən atırsan. Düşünün, beyində biz düşünsək ki, yaratsaq ki, vizual olaraq ki, məsələn mənim üzərimdə toz olanda necə çırpırsınız öz üzərinizə. O enerjinin də tozu var da. Məsələn gün ərzində yığdıqların. Bir insanla oturarsan, söhbət eləyərsən, keyfin açılar. Bir insanla oturarsan, söhbət eləyərsən, məsələn baxarsan ki, oy necə ağırlaşdım. Necə mənə pis təsir elədi bununla söhbət eləmək. Necə ağır insandır. Və gəlirsiniz evə, öz üzərinizdən sanki tozu atırsınız, özünüzü qucaqlayırsınız. Nə yaxşı mən varam. Yaxşı, mən bu həyatdayam. Allah mənə hər şeyin ən gözəlini verir. Çünki mən Allahın ən gözəl yaratdığı bir möcüzəyəm. Möcüzəyəm. Doğru. Möcüzə kimi görə bilirlərmi özlərin? Sual ordadır əslində. Çoxu yox. Çoxu görə bilmir. Çoxu digərlərini möcüzə görür. Özlərinin fərqində deyirlər əslində. Çünki özlərini yox, başqalarını bir misal var, Loğru dildə desə, kimlərisə dağ başına çıxardılar. Bəli. Amma əslində insan özün o dağın başına çıxartsa, həm sərhəd qoyar insanların arasına yaxşı mənada. Doğru. Çünki biz sərhədi pozanda istənilən şəxs bizi əldə eləmək istəyir. Aha. Və biz biraz sərhədə zamanından gec verəndə sərhədi deyir ki, sən necə yekəxana insansan? Sən necə özündən razısan? Çünki axı əvvəldən ona bildirmədim. Doğru. Mən onu bildirmədiyimə görə o addımladı mənim üstümə. Özündə cəsarət tapdı. Amma əslində mən özümə qaldırıb dağın başına qoysam, bildirsəm ki, məsələn, mən kiməm və hər insan əldə edə bilməz, hər insan gəlib belə deyək də. Çünki bəzi insanlarımız var ki, bunu biz qəbul etməliyik ki, istifadə etməyi sevirlər. Doğru. Doğru. Amma biz icazə versək, istifadəyə, kainat bizdən başqa şeylərimizi alacaq. Balansı pozacaq. Alma vermə deyirik biz. Belə desək, indi məşhur sözdür də alma vermə. Yəni biz balansı pozsaq, biz özümüz də bilmədən bir də baxacaq ki, başqa yerdə balansı özümüzə aid başqa yerdə balansı pozmuşuq. Ki yaradan bilsəydi onun özünü onu eləyərdi. Doğru.